Dersimize hoş gelmişsiniz. Adeten insanlar qanun və məcəllə sözlərini eşidəndə fikirləşirlər ki, indi quru cümlələr, əzbərçilik başlayacaq. Amma biz belə etməyəcəyik. Biz hər şeyi həyatdan götürülmüş nümunələrlə öyrənəcəyik. Hazırsınızsa, təhsil qanunvericiliyi və konsepsiyalar mövzusuna başlayaq. Təhsil qanunvericiliyini bir evin bünövrəsinə bənzədə bilərsiniz. Gəlin təhsili böyük bir binaya bənzədək. Bu binanın möhkəm olması üçün onun bünövrəsi, yəni fundamenti olmalıdır. Azərbaycan təhsilinin bünövrəsi Azərbaycan Respublikasının konstitusiyası və təhsil qanunudur. Qanun bizə nə deyir? Qanun sadəcə olaraq kimin nə edə biləcəyi, yəni hüquq və kimin nə etməli olduğunu, yəni vəzifə tənzimləyən bir yol xəritəsidir. İndi isə gəlin təhsilin formalarına baxaq. Bunlardan birincisi çox vacibdir. Əsas anlayışlardır. Məsələn, imtahanda ən çox çaşdırılan məqamlardan biri budur. Təhsilin forması ilə təhsil alma formasını qarışdırmaq. Gəlin bunu elə sadələşdirək ki, ömür boyu yadımızdan çıxmasın. Təhsilin formalarında sənəd varmı, yoxsa yoxdurmu? Təsəvvür edin ki, siz bir şey öğrenirsiniz. Sonunda dövlət sizə "Aferin, sən bunu bitirdin" deyib rəsmi diplom verir mi? Bax, məsələ budur. Ona görə də bunun 3 növü var. Formal təhsil, yəni dövlət sənədi verilən təhsil. Nümunə gətirək. Məktəbi bitirəndə aldığımız attestat, universiteti bitirəndə aldığımız diplom dövlət tərəfindən tanınır, möhürlü sənəd verilir. İkinci, qeyri-formal təhsildir. Yəni dövlət sənədi verilmir. Sizə belə bir nümunə verim. Məsələn, siz ingilis dili kursuna gedirsiniz ya da kompüter kursuna gedirsiniz. Kursu bitirəndə sizə bir sertifikat verirlər. Amma o sertifikatla siz gedib nazirlikdə işə girə bilməzsiniz. Ona görə ki, rəsmi diplom sayılmır. Və ya şahmat dərnəyində məşğul olsanız, sizə sertifikat versələr, bu da sayılmır. Yəni rəsmi olaraq sənəd sayılmır. Daha da sadələşdirsək və sadə dildə desək, bu özünü inkişaf etdirmək üçün getdiyin kurslardır, dərnəklərdir. Sənəd verirlər, amma o sənəd dövlət sənədi deyil. Üçüncü, informal təhsil adlanır. Yəni özün öyrənirsən. Nümunə göstərsək, məsələn, tutaq ki, evdə oturub YouTube'dan hansısa bir dərsə baxırsınız. YouTube'dan nə isə öyrənirsiniz. Heç kim sizə dərs keçmir. Heç kim sənəd vermir. Nə diplom, nə sertifikat və s. Sadə dildə desək, özün öyrən, özün bil, prinsipi ilə, özünü təhsil yolu ilə biliklərə yiyələnməkdir informal təhsil. Təhsil alma formaları, yəni dərsə necə gedirsən. Bu isə oxuma prosesinin necə baş verdiyini göstərir. Yəni sən partada oturursan və ya evdən qoşulursan. Bu isə oxuma prosesinin necə baş verdiyini bizə göstərir. Yəni sən partada oturursan, yoxsa evdən qoşulursan. Əsas növləri bunlardır. Birincisi, əyani. Gəlin buna nümunə çəkək. Hər səhər saat 8-də çantanı götürüb universitetə gedirsən. Dərsdə oturursan. Müəllimi canlı görürsən. Yəni müəllim ilə üzbəyüz və canlı təhsil alırsan. Bax, bu əyani təhsildir. İkincisi isə qiyabi təhsil. Məsələn, işləyən tələbələr adətən bu cür oxuyur. İldə 2 dəfə imtahana gəlirlər. Qalan vaxt evdə oxuyurlar. Və diqqətinizə çatdırım ki, orta məktəbdə qiyabi yoxdur. Universitetdə olur. Üçüncüsü distant, yəni məsafədən və ya uzaq məsafədən dərs keçmək metodu və ya dərs alma metodu. Nümunə göstərək. Yadınızdadırsa, pandemiya vaxtı Zoom ilə dərs keçirdik. Müəllim evində, şagird isə öz evində. Bunun mənası nədir? Texnologiya vasitəsilə uzaqdan qoşulmaq. Dördüncüsü isə sərbəst təhsil, eksternat adlanır. Bu çox maraqlıdır. Bu İki halda olur. Birinci halda daha uşaq götürək. Şagird çox savadlıdır. 3-cü sinifdə oxuyur. Amma 4-cü sinifin proqramını bilir. İmtahan verir bu uşaq və vaxtından əvvəl sinifdən sinifə keçir. İndi isə gəlin ikinci vəziyyəti, yəni ikinci halı götürək. Buradakı uşaq gecikmiş uşaqdır. Yəni gecikmiş şəxs.
Məsələn, bir nəfər vaxtı ilə məktəbi bitirə bilməyib, xəstələnib və ya başqa səbəbdən qalıb. İllər sonra gəlir və deyir: "Mən imtahan verib attestat almaq istəyirəm." Bax bu hüquq ona verilir. Mənasını açıqlayaq. Müxtəlif səbəblərdən təhsildən kənarda qalanlara təhsil almaq hüququ verilməsi və ya istedadlıların tez bitirilməsinə sərbəst eksternat təhsil deyilir və bu iki halda olur. İndi isə gəlin hüquq və vəzifələrdən danışaq. Buna nümunə olaraq misallar çəkəcəyik. Bu isə MEQ imtahanının ürəyidir. Həm müəllimin, həm də şagirdin hüquq və vəzifələri var. Bunları qarışdırmaq olmaz. Gəlin çox sadə bir restoran nümunəsi çəkək. Siz restorana gedəndə menyuya baxmaq, dadlı yemək tələb etmək, ofisiantlardan hörmət gözləmək sizin hüququnuzdur. Yəni bunu dövlət sizə verir. Tələb edə bilərsiniz. Amma restoranda hesabın pulunu ödəmək, qabları sındırmamaq sizin vəzifənizdir. Yəni bunu etməyə məcbursunuz. İndi isə bunu məktəbə tətbiq edək. Birinci, müəllimin hüquqları. Müəllim nələri tələb edə bilər? Təhlükəsiz iş şəraiti. Məktəb uça bilməz. Sinifdə istilik olmalıdır. Bu sizin haqqınızdır. Metod seçmək. Dərsi necə keçəcəyinizi, məsələn, oyunla, yazı ilə, testlə siz seçirsiniz. Yəni müəllim seçir. Direktor gəlib deyə bilməz ki, yox, ancaq mühazirə oxu. Bu sizin yaradıcılıq hüququnuzdur. Mükafatlandırılmaq. Məsələn, yaxşı işləmisinizsə, fəxri fərman və ya mükafat istəmək, almaq haqqınızdır əziz müəllimlər. Vəzifə tutmaq, direktor və ya müavin seçilmək, təyin olunmaq hüququnuz var. Bəs müəllimin vəzifələri nələrdir? Müəllim nələri etməlidir? Bu sizin etməli olduğunuz vacib şeylərdir. Etməsəniz işdən çıxarıla bilərsiniz. Keyfiyyətli dərs keçmək. Məsələn, dərsə girib sadəcə telefona baxmaq olmaz. Dövlət standartına uyğun dərs keçməlisiniz. Bu sizin ən vacib vəzifənizdir. İxtisasınızı artırmaq. Məsələn, siz mən 20 il əvvəl institutu bitirmişəm, bəsdir demək olmaz. Daim yeni metodları öyrənməlisiniz. Şagirdə hörmət etmək. Məsələn, şagirdi təhqir etmək, döymək, alçaltmaq qəti qadağandır. Şagirdin şəxsiyyətinə hörmət etmək müəllimin borcudur. Valideynlə əməkdaşlıq. Məsələn, valideyn gələndə "Get, vaxtım yoxdur" deyə bilməzsiniz. Uşağın vəziyyəti haqqında məlumat verməlisiniz. Bəs yaxşı, şagirdin hüquqları nələrdir? Şagird nə istəyə bilər? Bunlara misal çəkəcək olsaq, keyfiyyətli təhsil almaq, həyatı üçün təhlükəsiz mühitdə oxumaq, dərsliklərlə təmin olunmaq, yəni pulsuz kitablar nəzərdə tutulur. Psixoloji yardım almaq, biliklərinin yenidən qiymətləndirilməsini tələb etmək, yəni əgər düşünürsə ki, müəllim ona haqsız 2 yazıb, şikayət edib yenidən yoxlanılmasını istəyə bilər. Şagirdin vəzifələri nələrdir? Yəni şagird nə etməyə borcludur? Dərslərə gəlmək, dərsdən qaçmaq olmaz. Tapşırıqları yerinə yetirmək, məktəb forması geyinmək, yəni nizamnamaya əməl etmək, müəllimə və digər şagirdlərə hörmət etmək. İndi gəlin bunları ümumiləşdirək və qızıl qaydanı qoyaq. Bu mövzuda ən vacib qızıl qaydanı sizə verirəm. Testdə sual düşəndə necə fərqləndirəcəksiniz? Əgər cümlə tələb edə bilər, seçə bilər, istifadə edə bilər mənasındadırsa, hüquqdur. Əgər cümlə etməlidir, borcludur, məcburdur mənasındadırsa, vəzifədir. Məsələn, sizə sual verilir ki, müəllim yeni təlim metodlarından istifadə etmək istəyir. Bu nədir? Cavab: bu onun seçimidir. Deməli, hüququdur. Sual: müəllim sertifikat imtahanından keçməlidir. Bu nədir? Cavab: bu onun seçimi deyil. Dövlət məcbur edir. Deməli, vəzifəsidir. Bu dərsi dinləyib bitirdikdən sonra növbəti dərslərimi dinləyə bilərsiniz.